Şamaxı rayonunda 1981-ci il təvəllüdlü Zaur Osmanov həmyerlisi 53 yaşlı Vüqar Aliyevi öldürüb, onun qardaşı 42 yaşlı Məqatil Əliyevi yaralayıb. Qətl ötən ilin yanvarın 1-də baş verib. Zaur həmin gün saat 18 radələrində Şamaxı rayonu Çuxuryurt kəndi ərazisində Vüqar və Məqatil ilə aralarında mübahisə baş verib. Mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqdan sonra yaşadığı evə qayıdan Zaur iki qardaşın ona qarşı etdikləri hərəkətlərə əsəbləşib. O evdən bıçaq götürüb və həmin gün saat 20 radələrində Aliyevlərin olduqları Şamaxı şəhəri Abbas Səhət küçəsi 9 saylı evin qarşısına gəlib. Zaur evin küçə qapısını döyərək onları çölə çağırıb. Vüqar və Məqatil qardaşları küçəyə çıxdıqdan sonra onlardan nə üçün onu döymələrinin səbəbini soruşub. Bu zaman Məqatil ona bir kəllə zərbəsi vurub. Həmin vaxt Vüqarın da üzərinə gəldiyini görən Zaur üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsinə zərbə yedirib. Vüqar aldığı xəsarətlərdən ölüb. Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, hadisə günü gecə saatlarında Rusiya Federasiyasından Şamaxı şəhərinə gəlib. Həmin gün günorta saatlarında nahar yeməyi yeyən zaman yaşadığım evdən tək olaraq Moskva şəhərindən gətirdiyim araqdan təxminən 700 qram içdim. Saat təxminən 18 radələrində atama məxsus Ford Fasion markalı maşınla yaşadığım evə qayıdan zaman yolda Vüqar və Məqatilin avtomobilin içərisində oturduqlarını gördüm. Avtomobili saxlayaraq yerə düşdüm, onlarla görüşdüm. Onlardan hara getdiklərini soruşdum. Vüqar mağazadan pivə və siqaret almağa getdiklərini, daha sonra isə havasını dəyişmək üçün yuxarıya gedəcəklərini söylədi. Vüqarın havasını dəyişmək üçün yuxarıya gedəcəklərini deməsindən onun narkotik vasitə qəbul etmək üçün getməsini başa düşdüm. Mən də narkotik vasitə qəbul etmək istədiyimdən onlara məni də özləri ilə aparmalarını, avtomobili evimizin yanında saxlayacağımı, məni oradan götürmələrini xahiş etdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra atasına məxsus avtomobili evlərinin qarşısında gəlib və orada maşını saxladıqdan sonra Məqatilin idarə etdiyi avtomobildə arxa oturacaqda oturmaq istəyib. Lakin Vüqar sərnişin oturacağına yerə düşdü, arxa oturacaqda oturdu. Nə qədər çalışsam da Vüqar ön oturacaqda oturmadı. Vüqar buna razı olmadığından məcbur qabaq oturacaqda oturdum. Favorit marketdən özümə və Məqatilə bir ədəd bizon energetik içkisi, Vüqara isə bir ədəd 500 qramlıq pivə aldım. Aldığım pivəni Vüqar bəyənmədiyi üçün pivəni Şəhid Şahinin heykəlinin yaxınlığında yerləşən Təbriz adlı şəxsi mağazasında dəyişdi. Vüqar istədiyi pivəni alaraq yenidən avtomobilə mindi və Çuxuryurt kəndi istiqamətində hərəkət etməyə başladı. Yolda olduğumuz vaxt Vüqar mənimlə acı danışmağa başladı. Məqatil mənə bibi nəvəsi dediyi zaman Vüqar dedi ki, o uşaqdır, bibi nəvəsi ola bilməz, o bacı oğlu olar. Vüqara acı cavab verdiyim üçün bu zaman onunla aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Vüqar arxadan sağ qolunu boğazıma saldı, sol əlində olan bıçağı saxlayaraq ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Məqatil isə Vüqara məni buraxmağı dedi. Məqatilin avtomobilin sürətini aşağı indirdiyini görərək əlim ilə Vüqarın əlini boğazımdan ayırdım və qapını açaraq özümü avtomobildən yerə atdım. Özümü yerə atan zaman
əlimi qapının tutacağından çəkə bilmədiyim üçün təxminən 5-10 metr yerdə maşın gedə-gedə sürütləndim. Nəticədə hər iki ayağımın diz nahiyəsindən və hər iki əlimin barmaq hissəsindən xəsarətlər aldım. Məqatil avtomobili sürərək bir neçə metr qabaqda saxladıqdan sonra Vüqar avtomobildən yerə düşdü və üzərimə gələrək paltarımdan yapışdığı üçün mən də onun paltarından yapışdım. Məqatil isə aramıza girərək bizi aralamağa çalışdı. Həmin vaxt Məqatilin dayısı oğlu Teyyub ora gəldi və bizi aralaşdırdı. Vüqara, Bariqa, niyə belə edirsiniz dediyim zaman Məqatil ani olaraq üz nahiyəmdən bir kəllə zərbəsi vurdu. Zərbənin təsirindən dodağım partlayaraq qanamağa başladı. Teyyub Vüqarı saxlasa da, lakin Vüqar bıçağı əlindən saxlayaraq ünvanıma nalayiq ifadələr işlətdi. Mənə doğru yenidən hücum eləmək istədi. Amma Teyyub Vüqarı tutaraq mənə tərəf gəlməsinə imkan vermədi. Vüqarın əlində olan bıçağın tiyəsi sadəcə görmüşəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zaurun sözlərinə görə daha sonra Məqatil və Vüqar avtomobillərinə minərək oradan gedib. Teyyub isə məni avtomobilinə mindirərək yaşadığım evə apardı. Polis şöbəsinə gedərək onlar barədə şikayət etmək istədiyimi yolda Teyyuba bildirsəm də, o polisə şikayət etməməyimi xahiş etdiyi üçün fikrimdən daşındım. Evə gəldikdən sonra Məqatil və Vüqarın mənə qarşı etdikləri hərəkətlərin təsirindən çıxa bilmədim. Vüqarla görüşərək nə üçün mənə qarşı belə hərəkətlər etməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Məqatilin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsəm də o zənglərimə cavab vermədi. Buna görə də Məqatilə WhatsApp vasitəsilə dayı oğlu hardasan məzmunlu səs göndərdim. Məqatil cavab vermədiyi üçün onların yaşadığı evə getmək qərarına gəldim. Evdə saxladığım bıçağı götürdüm və idman şalvarımın sol cibinə qoydum. Bıçağı Vüqarda bıçaq olduğuna bildiyimdən ehtiyat üçün özümü qorumaq məqsədi ilə götürdüm. Arvadım Aynur zəng edərək çağırdığı üçün əmim oğlu Mir Mahmud bizə gəldi. Mir Mahmud məndən kiminlə dava etməyimi soruşsa da ona Məqatilin telefonunda adını göstərdim. Mir Mahmud onunla söhbət edərək məni sakitləşdirməyə çalışdı. Mir Mahmudla söhbət edən zaman Məqatilgilə getmək məqsədi ilə evdən həyətə çıxdım. Ardımca Mir Mahmud da həyətə çıxdı. Həyətdə Mir Mahmuda məni maşın söylədim. Lakin hara aparmasını demədim. Mir Mahmud razılaşdıqdan sonra qapıdan küçəyə çıxaraq onun maşınına mindik. Avtomobili tanımadığım bir nəfər sürdüm. Sürücüyə yolu göstərdim. Məqatilgilin evinə çatanda maşını sürən şəxsə maşını saxlamasını deyərək avtomobildən düşdüm və Məqatilgilin qapısına doğru getdim. Qapını döyərək Vüqarı və Məqatili çağırdım. Əvvəlcə Məqatil, onun ardınca isə Vüqar qapıdan küçəyə çıxdı. Onlardan nə üçün Çuxuryurt kəndində mənə qarşı elə etdiklərini dedim. Məqatil məni də ona kəllə vurmağımı söylədi. Mən də ona bir kəllə zərbəsi vurdum. Bu zaman Vüqarın üzərimə hücum etdiyini gördüm və bıçağı cibimdən çıxararaq ona tərəf uzatdım ki, bıçaq olmasını görüb mənə yaxınlaşmasın. Qorxdum ki, Vüqar məni bıçaqla vurar. Çünki kənddə mənə bıçaq çıxartmışdı. Bu zaman Məqatil dartaraq məni yerə yıxdı. Yerdən qalxaraq qaçmaq istəsəm də Məqatil tutduğu üçün qaça bilmədim. Məqatilin buraxması məqsədi ilə bıçaqla onun ayaq nahiyəsinə bir zərbə vurmuşam. Məqatilə bıçaq zərbələri vurmaqda başqa niyyətim olmayıb. Bıçaq zərbəsi vurmaq və ya öldürmək niyyətim olsaydı, bunu Məqatilə üzbəyüz dayanan zaman edərdim. Buna həm vaxt real imkanım olmasına baxmayaraq etməmişəm. Həmin vaxt kimsə məni
bıçaqla xəsarət yetirib, məqatilin qulağını dişləyərək ayağa duraraq küçənin yuxarı tərəfinə doğru qaçmağa başladım, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra Mir Mahmud onun atasının dayısıgilin həyətinə, oradan isə xəstəxanaya aparıb. Xəstəxanaya aparılan zaman bıçağı Mir Mahmuda vermişdim. Hava qaranlıq olduğundan mənə bıçaqla xəsarət yetirən şəxsin kim olmasını görməmişəm, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Zaur Osmanov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.